Hamı sizə pozitiv ol deyir, düzdürmü? Yaxşı, bəs əgər daha yaxşı bir həyatın sirri əslində heç nəyə əhəmiyyət verməməkdirsə, gəlin bugün Mark Mansonun o məşhur kitabı Əhəmiyyət verməməyin zərif sənətinin dərinliklərinə enək və görək bu təxribatçı ideyalar nə demək istəyir. Yaxşı, gəlin birbaşa mövzuya keçək. Elə bir adam düşünün ki, obyektiv baxanda tam bir uduzan idi. Söhbət Charles Bukowski'dən gedir. Baxın, bu adam kim idi? Alkoqolik, qadınbaz, qumarbaz, bir sözlə, cəmiyyətin uğursuz saydığı hər şey. 10 illər boyu demək olar ki, hər naşir onu rədd edib. O isə nə edirdi? İçir, qumar oynayır, poçta heç bir gələcəyi olmayan bir işdə işləyir və bütün bu xaosun ortasında da oturub şeirlər yazırdı. Amma işə baxın ki, 50 yaşında ona ilk şans veriləndə birdən-birə best-seller müəllifə çevrildi. 2 milyondan çox kitab satdı. İnanılmazdır, deyilmi? Yaxşı, bəs necə oldu bu? Bu uğursuz adamın sirri nə idi? Cavab, təsəvvür edin ki, onun məzardaşındadır. Cəmi 2 söz, cəhd etmə. Bax, elə kitabın əsas paradoksu da budur. Gəlin indi bu paradoksu açaq. Deməli, Bukowski'nin uğuru ondan gəldi ki, o olmadığı biri kimi görünməyə çalışmırdı. O, öz qüsurlarını, uğursuzluqlarını tamamilə qəbul etmişdi. Bu yanaşma bizim müasir mədəniyyətimizin tam tərsidir, elə deyilmi? Bizə həmişə deyirlər ki, daha yaxşı ol, daha çox çalış və bu təzyiq bizi çox vaxt bir tələyə salır. Manson buna cəhənnəmdən gələn əks əlaqə dövrü deyir. Baxın, bu nə deməkdir? Cəhənnəmdən gələn əks əlaqə dövrü, yəni narahat olduğunuz üçün bir də narahat olmaq, ya da əsəbi olduğunuz üçün özünüzə daha da əsəbiləşmək. Bu sanki beynimizin özünə qarşı müharibə elan etdiyi bir vəziyyətdir. Gəlin prosesə baxaq. Məsələn, siz nədənsə narahat oldunuz. Bu normaldır, amma sonra başlayırsınız düşünməyə ki, mən niyə narahatam ki? Narahat olmaq pisdir. Vəssalam, artıq narahat olduğunuz üçün də narahat olmağa başlayırsınız. Beləcə, problem 2 qat artır. Bu, mənfi hisslərin səhv olduğu düşüncəsi ilə alovlanan bir spiral kimidir. Bəs bu spiralı nə alovlandırır? Əsasən 2 şey. Sosial media və toksik pozitivlik. Hər yerdə bizə deyirlər ki, hər zaman xoşbəxt olmalıyıq, sağlam olmalıyıq, hamıdan daha yaxşı olmalıyıq. Bu da bizdə belə bir fikir yaradır ki, sadəcə normal hiss etmək, bəzən kədərli olmaq qəbul edilməzdir. Bax, bu da həmin o alovun yanacağıdır. Yaxşı, əgər daima pozitiv olmağa çalışmaq bizi daha da bədbəxt edirsə, bəs çıxış yolu nədir? Cavab, Mansonun təklif etdiyi həmin o zərif sənətdir. Daha az əhəmiyyət vermək. Amma bir dəqiqə, əhəmiyyət verməmək deyəndə nə nəzərdə tutulur? Baxın, burada çox vacib bir fərq var. Söhbət hər şeyə qarşı laqeyd, biganə olmaqdan getmir. Bu zəiflikdir. Mansonun dediyi isə seçici əhəmiyyət verməkdir. Yəni, gücünü, enerjini həqiqətən dəyərli olan şeylərə saxlamaq. Bir növ hansı döyüşə girəcəyini seçmək kimidir. Başqa sözlə, bu enerjini, qayğını, əsəbi həqiqətən buna layiq olan şeylər üçün saxlamaq sənətidir. Ən vacib dəyərlərinə fokuslanırsan, qalan xırda-xuruş mənasız şeyləri isə sadəcə buraxırsan. Gəlin indi bu fəlsəfəni biraz da praktikləşdirək. Bunun birinci və ən vacib sütunlarından biri xoşbəxtlik anlayışını başdan ayağa dəyişdirməkdir. Və hər şey bu ideyadan başlayır. Öz mübarizəni özün seç. Biz həmişə düşünürük ki, xoşbəxtlik heç bir problemin olmadığı bir vəziyyətdir. Manson isə deyir ki, yox, əslində xoşbəxtlik problemlərin olmaması deyil. Əsl xoşbəxtlik həll etməyi özün seçdiyin problemləri çözməkdən aldığın həzdir. Yəni, xoşbəxtlik bir nəticə yox, prosesin özüdür. Bu yanaşma bütün fokusu dəyişir. Artıq sual, mən həyatdan nə istəyirəm deyil, daha güclü, daha fundamental bir sual ortaya çıxır. Mən hansı ağrıya dözməyə hazıram? Çünki hər bir mükafatın bir bədəli, bir mübarizəsi var. Baxın, fit bədən istəyirsinizsə, idman zalının ağrısına və pəhrizin intizamına dözməlisiniz. Uğurlu biznes qırmaq istəyirsinizsə, riskə, qeyri-müəyyənliyə, uzun iş saatlarına hazır olmalısınız. İstədiyimiz şeylər əslində onlar üçün çəkməyə hazır olduğumuz əziyyətlərlə müəyyən olunur. Uğurlarımız seçdiyimiz mübarizələrdən doğur. İndi keçək ikinci vacib sütuna. Bu, insanın öz gücünü əlinə alması ilə bağlıdır və hər şey günah və məsuliyyət arasındakı o incə fərqi anlamaqla başlayır. Baxın, günah keçmişə aiddir. Başınıza gələn bir hadisədə sizin heç bir günahınız olmaya bilər. Amma məsuliyyət həmişə indiki zamandadır. Yəni, baş verən hadisəyə bu gün, bu an necə reaksiya verəcəyinizlə bağlıdır. Sizin günahınız olmasa belə, verəcəyiniz reaksiyanın məsuliyyəti həmişə sizindir. Ən bariz nümunələrdən biri Malala Yousafzai'dir. O, 14 yaşında Taliban tərəfindən vuruldu. Təbii ki, bu onun günahı deyildi. Amma Malala nə etdi?
O, bu hadisənin məsuliyyətini daşımağı seçdi. Bu hadisənin onu məhv etməsinə icazə vermək əvəzinə reaksiyası tam fərqli oldu. Qadın təhsili uğrunda daha da güclü bir səsə çevrildi. O, travmasını inanılmaz bir güc mənbəyinə döndərdi. Və bu da bizi bütün bu fəlsəfənin özəyinə gətirib çıxarır. Hər şey yerinə oturdacaq, hər şeyə tam fərqli bir perspektivdən baxmamıza səbəb olacaq o son ideyaya. Bu ideya çox sadə və sarsıcıdır. Biz hamımız öləcəyik. Filosof Ernest Becker deyir ki, bizim etdiyimiz demək olar ki, hər şeyin altında yatan əsas qorxu məhz öz ölümümüzdən qorxmaqdır. Bu qorxu ilə başa çıxmaq üçün biz Beckerin dili ilə desək, ölümsüzlük layihələri yaradırıq. Karyeramız, ailəmiz, yaratdığımız sənət əsərləri, bütün bunlar bizim fiziki varlığımız bu dünyadan gedəndən sonra belə, kimliyimizin, irsimizin yaşamağa davam etməsi üçün bir cəhddir. Və əsas məqam da budur. Ölüm reallığı ilə üzləşmək əslində bizi azad edir. Çünki yalnız o zaman həyatımızdakı bütün o xırda, əhəmiyyətsiz şeyləri kənara atıb, həqiqətən nəyin vacib olduğunu, əsas dəyərlərimizin nə olduğunu anlaya bilərik. Ölüm sanki bizim həyat kampasımızdır. Beləliklə, Mensonun fəlsəfəsi sonda bizi çox sadə, amma bir o qədər də dərin bir sualla baş-başa buraxır. Hər şeyin, absolut hər şeyin müvəqqəti olduğunu dərk edərək, sən nəyə əhəmiyyət verməyi seçəcəksən? Bax, bu sualın cavabı bizim mübarizələrimizi, məsuliyyətimizi və nəticədə qoyub gedəcəyimiz irsi müəyyən edir.